Nə Laçına gedəmirəm, nə Şuşaya. Bu niyə birdən belə baş verdi? Bilirsiniz, bugün İlham Əliyev Laçında. Həmçinin Erdoğan da bugün gəlib ora. Bugün də Pakistanın baş naziri gəlib. Nə idi o balaca kişinin adı yadıma çıxdı. Hə, Şərif. Mən yaddaşımı Şuşada qoyub gəlmişəm. O balaca kişi dediyim o boyda Pakistanın baş naziridir. İndi bugün onlar Laçında belə qardaşlıq görüşü keçirirlər. Mən nağayıram. Heç saat burada oturmuşam sizə çənə döyürəm. Nağayıracam, mənim əlimdən dayından belə nə gəlir? O bir söz var, deyir, ay Laçın, can sənə qurban Laçın, səni məndən aldılar, məni zibilə saldılar. Bir atalar sözündə də deyir ki, saxla puanı, gələr zamanı, tikilər Laçın hava limanı. Bir atalar sözündə də deyir ki, Türkiye, Azərbaycan, Pakistan, hara getdi Hayestan. Macron niyə şillə yedi bu yaşında? Deyirlər ki, problem var arvadın başında. Bu yaxşıdır, deyir, qurban olum İlham gələn yollara, 3 liderdir, mən nə deyim onlara? Bu 5 ildə nələr gəldi başıma? Son zamanlar Macron gəlmir xoşuma. O bir yaxşı misal da var, deyir ki, nə işin vardı bığırda? Puan gələ səni çığırda. Sən burada aşot danışmağa haqqın yoxdur, başa düşürsən, belə əzəb eləyirəm. Deyir, Kolluq Qarabağ istəyənin tankı Qənimətlər Parkında gərək. Düzdür, o da yaxşı misaldır. Deyir, nə işin vardı dəllərdə, gözün qala əllərdə. Bu da yadınızda saxlayın.